Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Mən Mərkəzi Gömrük Hospitalının dermatoveneroloq həkimi Sevinç Kərimova 15 dəqiqə müddətində sizlərlə olacağam. Suallarınıza cavab verəcəm. Bugün sizə müxtəlif dəri xəstəliklərindən son zamanlar daha çox müraciət olunan patologiyalar haqqında qısa məlumatlar vermək istəyirəm. Deyim ki, son aylarda dərinin, dırnağın, göbələk xəstəlikləri həddən çox artıb. Müraciətlər daha çoxdur və qoturluq xəstəliyi bu hər iki, istər göbələk, istər qoturluq xəstəliyi, hər ikisi dərinin infeksiyon, yoluxucu xəstəliklər sırasına aiddir. Göbələklər təbiətdə 500-ə qədər növü vardır və bunların böyük bir hissəsi insan orqanizmində, belə deyək də, parazitlik edir. Göbələklər həm dırnağı, saçları, dərini, selikli qişaları, yəni gördüyümüz kimi çox orqanları zədələyə bilir. Son zamanlar daha çox rast olunan, daha çox şikayətlərlə müraciət olunan növü qasıq epidermofitiyasıdır. Deyərdim sizə həddən artıq çoxdur və adından da məlum olduğu kimi, dediyim kimi bu göbələk xəstəlikləri dərinin infeksiyon xəstəliyi olduğu üçün xəstə pasiyentdən, yəni göbələklə dərisi zədələnmiş pasiyentlərdən digər sağlam insanlara kontakt yolu ilə yoluxur. Bu ailə daxilində bir gigiyenik qaydalara əməl etməyəndə ailə üzvlərinin çoxuna da yoluxmuş ola bilir. Xəstəlik dəridə qızartılı, oval, halqa şəkilli papulalar biz deyirik. Bu şəkildə qızartılarla üzəri, kənarları kəskin, məhdud haşiyələnmiş, dalğavari, qızartılı belə bir səpkidir, ləkələr şəklində, papula şəklinin özünü büruzə verir. Çox kəskin qaşınmalarla təzahür edir, özünü aparır və gigiyenik qaydalara əməl etməyən şəxslərdə şirin qidalar, mən bunu hər kəsə vurğulayıram ki, indi şirin qazlı içkilər var, qış sezonunda çox bal yeyənləri görürük. Yəni bütün bunlar və diabet xəstələri, insulin dirənci, asılığı olan pasiyentlərdə göbələyə yoluxma riski daha yüksəkdir. Bu kimi şəxslərin, insanların dərisində göbələklər üçün əlverişli mühit yaranır, belə deyək, və ona görə də bu insanlarda göbələyə yoluxma daha tez, daha asan baş verir. Dərinizdə belə bir problem görərsənizsə, istənilən halda, yəni indi pasiyent diaqnozu bilmir ki, düzdür, dərinizdə hər hansı bir səpki, qaşınma, ağrı və müxtəlif səbəblərlə müşahidə olunan dəri zədələnmələri görərsinizsə, tövsiyəm odur ki, mütləq şəkildə dermatoloqa müraciət edəsiniz. Çox olur pasiyent müraciət eləyir, deyir, bir ildir bu göbələkdən qurtula bilmirəm. Kim nə deyir, həkim olmayan insanların tövsiyəsi ilə müxtəlif məlhəmlər, kremlər istifadə olunur, nəticə etibarilə xəstəlik sağalmır, təbii ki, keçir xroniki hala. Xroniki xəstəlikləri də sağaltmaq, özəlliklə infeksiyalaşmış xəstəlikləri sağaltmaq da müəyyən qədər çətinlik törədir. Burada pasiyentin üzərinə düşən məqam nədir? Təbii ki, siz müraciət etdiniz dermatoloqa, biz müalicə edirik, professional bir müalicə məqsədə uyğun və bundan da normal qurtula bilərsiniz. Mən öz pasiyentlərimə bu haqda hər zaman deyirəm. Göbələk xəstəliklərinin müalicəsi çətin deyil, amma ondan qurtulmaq çox çətindir. Çünki özəlliklə də uzun müddət, 1 ay, 2 ay, hətta 1 il, 2 ilə qədər müddətə xəstəlik uzanır müddəti. Düzgün müalicə aparmadıqda və yaxud da gigiyena qaydalarına düzgün əməl edilmədikdə və nəticə etibarilə xəstə bundan qurtula bilmir. Və bu nüans da oradan irəli gəlir dediyim söz ki, müalicəsi çətin deyil, amma qurtulmaq çətindir. Çünki həkim müalicəni yazır, əməl edirsiniz dəqiq, amma əyninizə geyindiyiniz paltarlar, geyimlər, yataq ağları, qurulandığınız qətvə, dəsmal və toxunduğunuz əşyalar və dərinizin zədələnmiş nahiyəsində qaşıyırsınız dırnağınızla və çirklənmiş əllə hər yeri toxunduqda demək olar ki, evin hər yerində bu göbələk qalmış olur. Olsun ki, pəncəaltı epidermofitiya, bundan qurtulmaq daha çətindir. Çünki evin döşəməsində ayaqyalın da gəzir ev ailə üzvləri, duş aldığı hamamda, duş kabinalarda, yəni bu nəm mühitdə göbələklər daha
rahat artıb çoxalır. Təbii ki, insanlar ayaqyalın çimir bu duşda və burada göbələk saxlanılır, qalır nə mühitdə və nəticə etibarilə bütün ailə üzvlərinə yoluxa bilir. Burada həmçinin yataq ağları, ayağa geyilən corablar, ayaqqabılar, evdə geyindiyimiz başmaqlar, yəni bunların dezinfeksiyası çox yorucu və çətin olur. Ona görə də gigiyena qaydalarına düzgün əməl etdikdə bu kimi xəstəliklərdən çox asanlıqla qurtulmaq olur. Yenə də vurğulayıram ki, dərinizdə hər hansı bir patologiyanı görürsünüzsə, mütləq şəkildə dermatoloqlara müraciət edin. Hər hansı bir aptekdən soruşursunuz, bir tanıdıqlarınızdan kimsə hərə bir krem, maz tövsiyə edir, klinik şəkil də pozulur. Bəzi hallarda müəyyən dəri xəstəlikləri var ki, hətta professional, ixtisaslaşmış dermatoloqun özü belə diaqnoz qoymaqda çətinlik çəkir. Həmçinin yoluxucu xəstəliklərdən biri də bugünkü gün çox böyük tezliklə müraciətlər olur, qoturluq xəstəliyi, dərinin qoturluq xəstəliyi. Qoturluq xəstəliyi skabiez gənələri tərəfindən törədilir. Skabiez gənələri dəridə, insan dərisində parazitlik edir və qaşınmalarla müşahidə olunur. Qaşınmalar əsasən gecələr olur. Gecələr çox yorucu qaşınmalar olur və tədricən bu səpkilər bütün bədənə yayılır. Onun spesifik görünüşü gövdə, ətrafların dərisində cüt-cüt səpələnmiş, çoxsaylı nöqtə şəkilli papulyöz səpkilər olur. Pasientlər müraciət edir müayinə sırasında bütün dəri örtüyündə səpkilər harda varsa biz ekskariasiyalar deyirik buna, dırnağın izindən cızılmalar belə bu görüntünü görürük və uzun müddət normal müalicə aparmadıqda ikincili ağırlaşma ilə gedir. Yəni çirkli əllərlə bu səpkiləri qaçdıqda bura artıq ikincili bakterial infeksiya qoşulur. Bəzən bu səpkilər irinli yaralara çevrilir. Burada da necə göbələklərdən danışdım, burada da adından göründüyü kimi bu dərinin infeksion, yoluxucu və parazitar xəstəliyidir. Mütləq şəkildə gigiyenik qaydalara düzgün əməl olunmalıdır. Son zamanlar deyərdim ki, həddən artıq müraciətlər çoxalıb və insanlar hətta deyək ki, birinin əlində, bədənində varsa, təbii əli ilə qaşıyırsa, əl barmaqlarında, barmaq aralarında papulyöz səpkiləri biz çox görürük. Biri ilə əl-ələ tutub salamlaşır, saniyələrcə bir dəri təması varsa, həmən yoluxma mümkündür. Ona görə özünüzdə hər hansı bir belə bir xəstəliyi görürsünüzsə, müşahidə edirsinizsə, çalışmaq lazımdır ki, təmasda olduğunuz insanlara, sağlam insanlara bunu yoluxdurmayasınız. Həmçinin də ailə üzvləri birinci növbədə. Gigiyenik qaydalara mütləq əməl olunmalıdır. Burada da həkimə müraciət etməlisiniz, normal müalicə aparılır və qoturluq xəstəliyinin müalicəsi elə uzun çəkmir. İlk mərhələlərdə müraciət edəndə 3-5 gün müddətinə tamamilə sağalma mümkündür və burada da yenə dediyim qaydada gigiyena qaydalarına, dezinfeksiya qaydalarına mütləq şəkildə əməl olunmalıdır. Başqa, yəni dermatologiyada həddən artıq çox sayda xəstələr var. Bizim mövzumuz dəri xəstəlikləridir bugün. Hər mövzudan söz açmaq olar. Mən sadəcə olaraq son zamanlar mənə müraciət edilən və statistikada hesabladıqda daha böyük tezliklə, tez-tez təsadüf edən diaqnozları burada sizə açıqladım. Məsəl üçün, indiki dövr üçün atopik dermatit, dəri kserozundan danışa bilərik, avitaminozlu dermatitlərdən. Bunların, bu üç xəstəliklərin etiologiyaları fərqli olsa da, nəticə etibarilə hər birində dəri quruluğunu biz görürük. Dəri quruluğu zamanında təbii ki, pasientlərdə ilk subyektiv əlamət, şikayət olur qaşınmadan. Müraciət edirlər ki, dərim çox qaşınır. Atopik dermatitlər dedikdə, atopik dermatit ümumi orqanizmin bir allergik atopik xarakteri, həssaslığı olub. Burada dəri quruluğu ilə müşahidə olunur. Əsasən, adətən daha çox körpələrdə rast gəlinir. Körpə doğulduğunun 2-ci, 3-cü ayından etibarən
təqribən 2-3 yaşa qədər davam edə bilir və bir perioddan sonra öz-özünə sağalma mümkündür. Amma bəzi hallarda bu daha difuz, daha kəskin formada xroniki hal alır və hətta böyük yaşlı adamlarda da biz təsadüf edirik. Əsasən yaz-payız aylarında daha çox görürük bir allergik qıcıqlar sayəsində atopik dermatitin qaşınmaların güclənməsini, amma atopik dermatitin özü əsasən dəri hüceyrələrində susuzlaşma, quruluq və bu səbəbdən quruluq nəticəsində yaranan qaşınmaların ortaya çıxmasını müşahidə edirik. Ona görə də yenə deyirəm, dərinizdə hər hansı körpənin dərisinin özəlliklə yeni doğulmuşdan söhbət gedir. Belə quruluq müşahidə edərsənsə, öz başına götürüb hər hansı bir allergiya damcıları və yaxud da bir kremlər çəkmək, istifadə etmək tövsiyə olunmur. Dermatoloqa müraciət edin, öz pediatrınıza müraciət edin və körpədə əgər atopik dermatit diaqnozu qoyulubsa, bunu dermatoloq hər tərəfli müayinə edəcək və səbəbi araşdıracaq. Amma sizin edə biləcəyiniz nədir? Bu halda hər gün gündəlik rutin olaraq dəriyə, körpələr üçün təbii ki, ayrıca nəzərdə tutulan kremlər var, nəmləndirici kremlər. Su əsaslı, su bazlı kremlərdir ki, bu da dərinin nəmliyini, hüceyrələrin su balansını dəstəkləməyə xidmət edir və qaşınmalar, bu kimi diskomfort hallar aradan qalxmış olur. Dediyim kimi, dəri quruluğunda ayrıca olaraq avitaminozlu dermatitlər var, dəri kserozu var, yəni bunlar hər biri dərinin quruluğu ilə, qaşınma ilə müşahidə olunur. Nədən demək istəyirəm? Qış aylarında daha çox müraciət olur. Müraciət edirlər əllərin quruması ilə. Əl dərisinin quruması, qaşınan qabıqlanmalar, çatlar, hətta oynaqlarda, o barmaq oynaqlarında, falanqaların arasında, büküşlərdə hətta qanayan çatları müşahidə edirik. Burada nə baş verir? Hava soyuqdur, hamımıza isti su xoş gəlir. Gün ərzində dəfələrlə isti su ilə əllərimizi yuyuruq. Hətta əlavə olaraq da yuyucu vasitələrdən sabun, müəyyən dezinfeksiya edici maddələrlə deyək ki, evdə bir təmizlik işləri aparanda, xlorlu və sair kimi bu kimi kimyəvi vasitələrlə də kontaktda olanda təbii ki, dərinin yağlanmasını biz məhv edirik. Bir haşiyə çıxım. Bizim bütün dəri örtüyümüzdə, ovuçlar və ayaq altından başqa bütün dəri örtüyümüzdə pi vəzlər var. Hansı ki, pi vəzləri dəri səthinə biz gözümüz onu görmür, çox yavaş-yavaş, tədricən dəri səthinə axır və dərimizin yumşaqlığını, elastikliyini, hərəkətini təmin edir. Aşırı dərəcədə isti su ilə yuduqda, yuyucu vasitələrlə, sabunla və yaxud da dediyim kimi müxtəlif kimyəvi vasitələrlə təmizlik işləri aparanda əlcəksiz, dərinin bu yağlanmasını biz yuyub yox edirik. Nəticə etibarilə dəri tamamilə quru qalır. Və qış aylarında həmçində havanın soyuqluğu ilə bağlı damarların müəyyən qədər kapillər damarların soyuqdan yığılması və dəriyə qan axınının çətinləşməsi və soyuqdur deyə dərinin açıq qalan, havada qalan hissəsinin soyuq hava ilə təması nəticəsində deyək ki, lap cüzi bir pil qatımız var ki, dəri səthinə axacaq. Onun da dəri səthinə axını çətinləşir, soyuqdan qatılaşdığı üçün. Nəticə etibarilə dəri tamamilə qurumuş olur və bu halda da dəridə qabıqlanmalar, mikroçatlar, dediyim kimi bəzi hallarda daha dərin oynaqlarda, barmaq oynaqlarında daha dərin çatlar, qanayan çatlar yaranır və pasiyentlər bundan əziyyət çəkir. Ona görə də gün ərzində, qış aylarında, yenə deyirəm, isti su ilə əllərinizi yumuyun. Təbii ki, qış aylarında çox soyuq suda eyni halı yaradır. Ona görə suyun temperaturasını bədən temperaturuna uyğun olaraq seçməlisiniz və lazımlı-lazımsız dəfələrlə əlləri yumaq lazım deyil. Bəzi pasiyentlər müşahidə edirəm, hətta mənim otağıma girəndə stolun üzərində bizdə dezinfektorlar var, tez yürüyüb oradan əllərini spirtləyirlər. Yəni, anlayırıq, müəyyən bir mühitdə, COVID dönəmində viruslardan, müxtəlif infeksion xəstəliklərdən yayınmaq üçün profilaktik cəhətdən tövsiyə edirdik, amma aşırı dərəcədə bu dərəcədə istifadə etmək olmaz. Bu halda da dəri quruyur və nəticə etibarilə
dəri ksirozu, dəri quruluğu yaranır. Və avitaminozlar da ola bilir ki, dərinin quruluğunu yaratsın. Ona görə də mənim tövsiyəm odur ki, gün ərzində qida rasionunuzda bol-bol göyərtilər, tərəvəzlər və meyvələr qəbul edəsiniz. Çünki hər meyvədə müəyyən bir vitaminlər var. Yay aylarında bildiyimiz kimi günəş şüasından orqanizmdə vitamin D yaranır. Yəni bütün bunlar hamısı insan orqanizmində vitamin, mineral balansının təmin olunmasına xidmət edir. Sağlam həyat tərzi, sağlam qidalanma tərzi ilə dərimizin gözəl, təravətli, sağlam qalmasını təmin edə bilərik. Və belə bir deyim var, insanın dərisi bütün orqanizmin güzgüsüdür. Dəridə hər hansı bir patologiyanı görürüksə, demək ki, deyək qanda müəyyən vitaminlər çatışmazlığı var və yaxud da minerallar, saçın tökülməyi, qırılmağı, dırnaqların laylanıb qırılmağı və bütün bunlar mineral və vitamin balansının pozulmasının bir işarəsidir. Bir haşiyə də çıxmaq istəyirəm ekzemalar haqqında. Burada da, ekzemada da bir allergik durum öz yerini tutur və əsasən ekzemalar yaz-payız aylarında daha çox kəskinləşir. Bütün il boyu biz ekzemadan əziyyət çəkən insanların müraciətini görürük. Amma ən çox təsadüf olunur yaz-payız aylarında. Bu da ondan irəli gəlir ki, bu dövrdə ağaclar, müəyyən kollar, ağaclar, bitkilər tozlanır, çiçək açır, tozlanır və həmin tozlara qarşı, bitki tozlarına qarşı insanlarda allergik həssaslıq yaranır və nəticə etibarilə ekzema səpkilərini görür. Ekzema dərinin bütün nahiyələrində rast olunur, amma ən çox rast olur əl və ayaq barmaqlarında. İlkin olaraq yüngül forma disidroz deyirik. Əl barmaqlarında, pəncə barmaqlarının kənarlarında, lateral hissəsində çox narın, iynə ucu boyda deyək, muncuq kimi vezikulalar, sudurcuqlar. Hansı ki onu deşdikdə çox cüzi miqdarda maye xaric olur. İnsanın həssaslığı dediyim kimi müəyyən bir bitkilərə, tozlara həssaslıq yüksəkdirsə, bu səpkilər daha qabarıq bürüzə verir, bir-birlərlə birləşərək böyük suluqlar yaradır və bu suluqlar deşildikdə kəskin sulanma olur. Ekzemanın çox növləri var. Disidrotik ekzema, mikrob ekzeması, uşaqların ekzeması ayrıca, peşə ekzeması. Yəni klassifikasiyada müxtəlif səbəblərdən ekzema kimi hal dəridə yarana bilir. Buna görə də ilk ərəfələrdə dediyim kimi o disidrotik səpkilər yarandıqda mən tövsiyə edərdim ki, bir dermatoloqa müraciət edəsiniz. Burada mütləq şəkildə qanda müəyyən bir allergiyanın əlamətlərini göstərən bir durum yaranır. Ona görə qanda təhlillər edilməlidir və qan analizlərinə uyğun olaraq artıq bunu ixtisaslı dermatoloq müalicə ilə sağaldacaqdır. Əziz izləyicilər, sizlərlə təmasda olmaq çox xoşdur. Mən qısa müddətli bu çıxışımda nə dərəcədə sizləri maraqlandıran suallara cavab verə bildim, açıqladım, bilmirəm. Amma bizim paylaşımlarımızda hər zaman suallarınızı yaza bilərsiniz. Səhifəmizin altında nə suallarınız var, istər bugünkü mövzulara, istər yeni mövzular barədə zaman-zaman biz sizinlə görüşəcəyik, bu sualları nəzərə alıb bu mövzulardan danışaram. Həmçinin nə suallarınız olursa mənə yönləndirin, yazın. Mən məmnuniyyətlə sizin suallara cavab verəcəm. Hər zaman sağlam qalın, sağlam qidalanın, sağlam həyat tərzi sürün, idmanla məşğul olun. Orqanizminiz nə dərəcədə sağlam olursa, o dərəcədə də dəriniz sağlam, gözəl, təravətli olacaq. Hamınıza can sağlığı arzulayıram.